Salam. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Lazım gələrsə fasilə verə bilərsiniz. Təşkilatın bütün göstəricilərini daha yaxından öyrənməyi təklif edirik. İndi biz şirkətin cari fundamental göstəricilərini müqayisə edəcəyik. Moody's Corporation Ticker MCA. Bu baxış 20 may 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Moody's Corporation alt kateqoriyaya aiddir. Exchange müqayisədə 59 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Sözü gedən şirkət üçün ümumi nəticə 10 baldan -1,5. Alt kateqoriya üzrə orta bal 1,2 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ bazarı daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,9 olduğunu görə bilərsiniz. Şirkət üçün -1,5 bal reytinginə qarşı Moody's Corp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Moody's Corp və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Moody's Corporation 20%lik dəyişiklik göstərdi. 44,3% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Təşkilatın bazar kapitallaşması Moody's Corporation 88,52 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 952 milyard dollardır. Moody's Corp 9,02% paya malikdir və alt kateqoriyada orta şirkətlərdən biridir. Şirkətin balans dəyəri 3,69 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 183 milyard dollardır. Moody's Corporation payı 2,16% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Moody's Corp alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 9,02% təşkil edir. Balans dəyərinin kapitallaşması 2,16% təşkil edir. Bu, birja kapitallaşmasının payından 78% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, PIS, -1 bal. Şirkətin borcları 7,117 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 192,9%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin qiymətləndirilməsi, PIS, -1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 42-dir. 35,9 alt kateqoriya üzrə orta göstərici ilə bu, alt kateqoriyadan 15% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazarı dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi, keçərli 0 bal. Son 12 ayda mənfəət 2,106 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət ilkin olaraq 2,772 milyon dollardır. Bu, indiki vaxtdan 31,6% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 12,3-dür. Alt kateqoriya üzrə orta göstərici 3,3 təşkil edir ki, bu da alt kateqoriyadan 273% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlir nisbətinin qiymətləndirilməsi, PIS, -1 bal. Son 12 ayda gəlir 7,230 milyon dollar olub. Növbəti 12 ay üçün proqnoz gəlir ilkin olaraq 8,96 milyard dollardır. Bu, indikindən 24% çoxdur.
Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 9% olmaqla satış marjası 29,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 20,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyalar üzrə kadr sayı baxımından şirkətin payı 7,983% təşkil edir. Bu, bazar kapitallaşma payından 17% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $5,590,000. Alt kateqoriyada isə $4,797,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 16,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin hər bir işçiyə düşən mənfəəti $133,000. Alt kateqoriya üzrə orta qiymət $133,500. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 0%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin bir işçiyə düşən satışları $456,000 təşkil edir. Alt kateqoriyada $1,475,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 223% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi keçərli 0 bal. Qısa müddətli əməliyyatların həcmi 1,7%, alt kateqoriya üzrə orta hesabla 1,9% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Göstərici RSI 14 şirkət üçün %68 səviyyəsini göstərir Moody's Corp. Alt kateqoriya üçün bu səviyyə 65%dir. Şirkətin cari səhm qiyməti təxminən $492. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $506. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 3%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş bütün qərarları ehtiva edir. Güruh Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Qiymətli kağızların qiymətləndirilməsi nəticəsində Moody's Corporation. Qiymətləndirmənin informasiya sistemi Güruh Markets aşağıdakı qərar qəbul edildi. Sifarişi açmayın, çünki cari video icmaldır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Güruh Markets. Siz həqiqətən ən yaxşı tamaşaçısınız.